Əziz, dəyərli insanlar, gözəl şəxslər, əlbəyinli getmək istəyənlər, bəzi insanların, fırıldaqçıların yalanlar, vədələrini aldanmayın. Bu bəzi qrup rəhbərlərinə aiddir. Qoyurlar Ərbəyin ziyarəti $250, $300, $350, nə bilim $280. Vallah inanmayın, Ərbəyin ziyarəti $500-dan aşağı yoxdur. $500-dan yuxarı başlayır, aşağı başlamır. $650, $700, $800, $900, $1100 qədər dəyişə bilir və ondan çox dəyişə bilir. Yəni mən başa düşmürəm. Burdan adi Gürcüstana təyyarə bileti 180 manatdır. O nətər olur ki, $250 sizə Ərbəyin ziyarətə aparsın? Axı məntiqən uyğun gəlmir. Ona görə belə insanların, fırıldaqçıların rəylərinə aldanmayın. Bu reklam xarakterli ola bilər. İnsanları cəlbələmək üçün, insanlar bu yol, yaxşı yol çəkmək üçün. Ona görə belə şeylərə aldanmayın. Ərbəyin ziyarəti yadda saxlayın. $500-dan yuxarıdır. $550 da ola bilər, $600 da ola bilər, $650 da ola bilər və s. Amma $500-dan aşağı Ərbəyin ziyarəti yoxdur. Yəni mən bunu sizə sırf saf niyyətimlə deyirəm ki, sabah aldanmayasınız. Sabah deməyəsiniz ki, bizə bilmirdik ki, biz belə düşünmürdük ki. Siz düşünmürdünüz, sizin sadəcə olaraq uzaq görənliyiniz, biraz dünya görüşünüz olsa biləcəksiniz ki, nə var, nə yox. Siz heç kəs qıraqdan deməyəcək. Bunu o insanlara həsr edirəm ki, başa düşmürlər, anlamırlar, ilk dəfədir gedirlər. Ona görə elə şeylər eləməyin, əzizlərim. Vallah özünüzə yazığınız gəlsin. Qazandığınız əziyyətlə pulunuza yazığınız gəlsin. Özünüzə yaxşı baxın, Allah amanında.